Salam, hər vaxtınız xeyir olsun. 2024-cü ilin birinci cəhd, ikinci qrup blok imtahan suallarının izahlarına baxırıq. İlk sualda hüdudlanmış sahənin tapılmasını istəyir. Düzdür, integral mövzusunun bəzi qruplarda hələ keçməmişik. Buna baxmayaraq biz bu sualı izah edək. 2x çıx x kvadrat funksiyasında biz x-i ortaq çıxartsaq 2 çıx x. Məqsədim funksiyanın qrafikini qurmaqdır. Qollar aşağı yönələcək. Apsis oxunu kəsdiyi nöqtələr isə 0 və 2-dir. Bu şəkildədir. Y bərabər 0 xətti apsis oxudur. Hüdudlanmış sahə bax görünən bu işlədiyim hissədir. Sahə bərabərdir. İntegral 0-dan 2-yə funksiya 2x çıx x kvadrat çıxılsın aşağıdakı funksiyamız isə y bərabər 0 funksiyasıdır. Bu bizə verəcək 2 vur x kvadrat böl 2 çıx x kub böl 3. 0-dan 2-yə. X-in yerinə 2 yazdıqda 4 çıx 8 böl 3 çıx 0. 3-də 12, 3-də 4 qalacaq. Doğru cavab A variantı. Konusun yan səthinin açılışı mərkəzi bucağı 288 dərəcə, radiusu 25 olan dairə sektorudur. Deməli, bu konusun şəkil və səliqəsi çəkdim, sektor çəkmək istəyirdim. Hər hansı bir konusun yan tili doğranı R, radiusu R, hündürlüyü H olsun. Bu konusun yan səthinin açılışı indi burada 288 dərəcəli bir sektordur deyir. Bura 288 dərəcədir. Radiusu isə 25-dir. Buradakı radius, baxın, bu L-dir. Bizdən konusun həcmini tapmamızı istəyir. Deməli, bu çevrə uzunluğu, bu konusun çevrəsinin uzunluğu, qövsün uzunluğu qədərdir. 2πr-dir. Biz burada sektorun radiusu 25-dirsə, 360 dərəcəyə 2 vur 25 pi yazaq. 288 dərəcəyə isə 2πr yazaq. Buradan tənasübdən 2πr bərabərdir. Deməli, 288 vur 50 pi bölünsün 360-a. 360 ilə 288 72 ixtisar getsə 5-4 qalacaq. 5 ilə də 50 ixtisar gedər 10 pi. 2 piyə böləndə radiusu 20 tapır. Deməli, konusun oturacağın radiusu 20-dir. Hündürlüyü Pifaqor teoremi ilə 25 çıx 20-nin kvadratı 15 tapacaq. Konusun həcm düsturu 3-də 1, pi vur r kvadrat vur h-dır. 3, 15 ilə ixtisar gedəcək. 400 vur 5, 2000 pi, cavab D variantı. Paralel köçürmədə 3 mənfi 5 nöqtəsi 5 nöqtəsinə çevrilir. Mənfi 1, 3 hansı nöqtəyə çevriləcək? Şagirdlər, baxın, burada 3 müsbət 5-ə keçirsə, deməli, apsis 2 artır. Mənfi 5 5-ə keçirsə, deməli, ordinat da 10 artır. Onda mənfi 1-in üzərinə 2 gəlirik, 1 və 13. Cavab C var. Tənliklər sistemindən XY modulunu tapın deyir. Biz buradan Y ortaq çıxartsaq, X_Y, aşağıkindən X ortaq çıxartsaq, X_Y 40 və 24-dür. Deməli, şagirdlər, burada baxın, biz əvvəlcə bunları tərəf-tərəfə toplasaydıq, x kvadrat 2xy və y kvadrat 64 eləyərdi. Onda x_y-in kvadratı 64-dür. Biz bunları tərəf-tərəfə vursaq, x vur y vur, x_y-in kvadratı 40 vur 24-dür. x_y-in kvadratına 64 yazsaq, burada 40 vur 24. 6-ya ixtisar aparsaq, burada 4-ə ixtisar aparaq. 6 ilə 16, xy bərabər olacaq 40 vurulsun 6 böl 16. 4-ə ixtisar aparsaq 14, 60 böl 4, 15 olacaq C variantı.
Altıncı sualda üslü bərabərliklər və irrasional bərabərliklərə aid bir sualdır. Biz buradan 2 vur 7 üstündə x çıx 5 çıxılsın. 7 bölünsün 7 üstündə x çıx 5 böyükdür 13 yazsaq. 7 üstü kök altında x çıx 5'ə 1 t desək. Bu kök altında x çıx 5 sıfırdan kiçik deyil. Ona görə də bu ifadə 7 üstü sıfırdan, yəni 1-dən kiçik deyil. Deməli yazacağıq 2t çıxılsın 7 böl t çıx 13 böyükdür sıfırdan. Ortaq məxrəc t yazdım. 2t kvadrat çıx 13t çıx 7 böyükdür 0. Kəsirin artıq məxrəci 1-dən böyükdür deyə müsbət yazıram. Deməli 2t kvadrat çıx 13t çıx 7 müsbət olmalıdır. Vuruqlarına ayıranda bunu 2t üstə gəl 1 t çıx 7 müsbət olmalı. T müsbətdir deyə 2t üstə gəl 1 müsbət. Deməli t çıx 7 müsbət. Onda alırıq 7 üstündə x çıx 5 7-dən böyükdür. Deməli x çıx 5 böyükdür 1-dən. X çıx 5 müsbət olmalıdır. Sonra biz bunu kvadrata yüksəltsək, x çıx 5 1-dən böyük, cavab 6-dan böyük alacaq. Doğru cavab Y variantı. 6-cı sualda limit verilib, amma sadə limitdir. X-in yerinə mənfi 2-ni yazırıq. 12 çıx 4, 8 böl 5, 1,6. 7-ci sualda altıbucaqlının daxili bucaqları 140-150, qalanları isə 2-3-4 nisbətindədir. Altıbucaqlının daxili bucaqlar cəmi 160, nisbətləri 2-3-4 nisbətindədir deyə 2n, 3n, 4-ün cəmi 180 vur 6 çıx 2-dir. Bu eləyəcək 450 üstə gəl 9n 720-dir. Deməli 9n 270 n 30-dur. Onda 2 vur 30 ən kiçiyi 60 olacaq. İrrasional bərabərliklərə aid bir nümunədir. Bu sualın həlli üçün şagirdlər sağ tərəf mənfi ola bilməz. X çıx 1 müsbətdir. Kökaltı ifadə mənfi ola bilməz, müsbətdir. Bu şərtlər daxilində biz bərabərlik kvadrata yüksəldə bilərik. 4 vur 3x çıx 11 kiçikdir. X kvadrat çıx 2x üstə gəl 1-dən. Deməli, x 1-dən böyük, x 11 böl 3-dən kiçik deyil. Bu ikisini ödəyən cavab ikincidir. X kvadrat çıx 2x üstə gəl 1. Burada işarəni böyük və ya bərabər 12x çıx 44 yazıram. Sola keçirsə x kvadrat çıx 14x üstə gəl 45 böyük və ya bərabər 0. Vuruqlarına ayırdıq x çıx 5, x çıx 9 böyük və ya bərabər 0. İntervalları qeyd edirik 5, 9, müsbət, mənfi, müsbət. Alırıq cavabı müsbət olmalıdır. Deməli, mənfi sonsuzluq 5, 9 müsbət sonsuzluq. Amma əvvəlcədən biz qərar verdik axı ki, buradan x böyük və ya bərabər 11 böl 3-dür. 11 böl 3 də 3 tam 3-də 2-dir, 5-dən kiçik ədəddir. Buradan müsbət sonsuzluğa. Yekun kəsişmənin cavabı olacaq 3 tam 3-də 2 daxil 5-ə qədər birləşir 9 müsbət sonsuzluq. Mən burada bərabərçiliyi şagirdlər kiçikdir yazıb, burada böyük və ya bərabər yazmışdım. Ona görə dairələrin için dolu götürmüşdüm, amma bərabərçilik ciddidir. Deməli, AC nöqtələri verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsidirsə, C-ni tapmaq üçün A və B-nin cəminin yarısı tapılır. Deməli, buradakı 3 bərabərdir. Mənfi 2 üstə gəl x böl 2, x-i tapırıq 8. 0 bərabərdir. Mənfi 1 üstə gəl y böl 2, y-i tapırıq 1. 1 bərabərdir. 0 üstə gəl z böl 2, z-i tapırıq 2. Deməli, B-nin koordinatları burada nə oldu? B-nin koordinatları C nöqtəsi parçanın orta nöqtəsidirsə 3 bərabərdir 2 üstə gəl x böl 2. Buradan mən mənfi 2 yazmışam. Ona görə bu səhv oldu 4'dür.
y1, z isə 2 tapdıq. Ümid edirəm işarə səhv etmədim digərlərində. Cavab oldu A variantı. 10-cu sual, uşaqlar, belə bir sualdır. Bu sual 2015-ci ildə də qəbulda istifadə olunubdur. N-i 35-ə bölüb natamam qismətdə m, qalıqda m kub alınıbdır. N'in ən böyük qiymətinin rəqəmlər cəmini tapın deyir. Biz buradan bilirik ki, kubu 35-dən kiçik olmalıdır. Çünki bu qalıq böləndən böyük ola bilməz. Buradan m'in maksimal qiymətini biz 3 götürə bilərik. Onda m bölünsün 35 3 dəfə qalır 27-dirsə. N olacaq 3 vur 35 üstə gəl 27. 105 ilə 27 toplanır 132. Rəqəmlər cəmi 6-dır. 11-ci sualda B n üstə gəl 10-u 6 üst 3-də 2 verib, n üstə gəl 9, n üstə gəl 10, n üstə gəl 11-ci hədlərin hasilini istəyir. Həmdər silsilədə ortadakı həddin kvadratı kənar hədlərin hasilidir. Deməli, bu bərabər olacaq 6 üstü 3-də 2 üstündə 2. 3 həddin hasili olanda bu olur artıq ortadakı həddin kubu. Yəni bunun kubu yazanda. Bu da 6 üstü 3-də 2 vur 3. 6-nın kvadratı doğru cavab 36. 12-ci sualda x kvadrat çıx 5-i biz x kvadrat çıx kök 5-in kvadratı böl x çıx kök 5 yazdıq. Qruplarına ayıranda x üstəgəl kök 5 alınır. Bərabər yanlı trapesiyanın oturacaqlarını 12 və 18 verib, diagonalları qarşılıqlı perpendikulyardır. Trapesiyanın sahəsini tapın deyil. Şagirdlər, bu sualın həlli üçün biz müxtəlif üsullar deyə bilərik. Məsələn, diagonallar perpendikulyar olanda, D1, D2-yə perpendikulyar olanda hazır düstur var idi ki, trapesiyanın hündürlüyü orta xəttə bərabər idi. Biz indi o düsturu da istifadə edə bilərik. Onda orta xəttdə olacaq 30 bölü 15. Deməli, hündürlük də 15, cavab 225. Bu düsturu unutduq. Tutaq ki, bilmədik. Bərabər yanlı olduğu üçün diagonallar eynidir. Onda buranı 45-45 böləcək. Düzbucaqlı üçbucağın katetləri bərabər, hipotenuzu 18-dirsə. Deməli, katetlər 9 kök 2-dir. Kiçik düzbucaqlı üçbucaqda 12, 18 olduğu üçün katetlər 6 kök 2, 6 kök 2-dir. Artıq diagonallar məlumdur. Diagonallar məlumdursa, nə alırıq? Dördbucaqlıların sayısı 2-də 1, D1, D2, sinus alfa. Burada da sinus 90 dərəcədir. 2, kök 2 və kök 2-ni ixtisar eləyəcək. Cavab 225. 14-cü sualda şagirdlər i kvadratın mənfi 1 olduğunu nəzərə alsaz, cavabı tapacaqsınız. Bunu mən yazmıram. 15-ci sualda yazmıram dediyim, amma yazaq da sadə bir şeydir. 8 çıx 2i üstə gəl 12i çıx 3i kvadratdır. I kvadrata mənfi 1 yazdıqda 11 üstə gəl 10i. Doğru cavab D variantı. 15-ci suala baxırıq. Torbada eyni ölçülü 4 qırmızı 3 qara kürə var. Buradan 5 kürə götürüldü. 5 kürə götürüldü. Bir qara, bir qırmızı qaldı. Bir qara, bir qırmızı qaldısa, deməli neçə kürə götürülməlidir? 3 dənə qırmızı, 2 dənə də qara götürülməlidir. Bu hadisənin ehtimalını axtarmalıyıq. 7 kürədən 5-in seçdiyi üçün mümkün hallar sayı kombinezon 7-dən 5-dir. Bu eləyəcək 21. Əlverişli hallar sayı 4 qırmızıdan 3-ünü seçəcək. Kombinezon 4-dən 3, 3 qaradan da ikisi kombinezon 3-dən 2. 4 vur 3, 12-dir. Ehtimalı olur 12 böl 21. 3-ə ixtisar apardıq, 7-də 4C var. Verilmiş tənliyin 0-90 intervalında köklər cəmini tapın deyir. Şagirdlər, kosinus 4x üçün biz kosinus 2 alfaya kosinus kvadrat çıx sinus kvadrat düsturunu yazdıqda kosinus kvadratın əvəzinə də 1 çıx sinus kvadrat yazsaq,
Alacağıq ki, deməli kosinus 2 alfa 1 çıx 2 sinus kvadrat alfadır. O zaman 4 sinus 2x üstə gəl 2 vur 1 çıx 2 sinus kvadrat 2x bərabər 3. Sinus 2x-ə t deyirəm. Üstə gəl 2 çıx 4t kvadrat bərabərdir 3-ə. Buradan alıram 4t kvadrat çıx 4t üstə gəl 1 sıfırdır. Tam kvadrat olduğundan 2t çıx 1-in kvadratı yazıram. T olur 2-də 1. Deməli sinus 2x-i 2-də 1 tapdıq. İndi buradan şifahi olaraq tapa bilərik. Sinus 2-də 1-i alır 30 və 150-də. 30-da və 150-də. 2x 30 150 isə deməli 15-dən 75-dir. Cəm 90-dır. Amma həll tələb olunursa, təbii sən burada ümumi düsturu yazmalısan. Mənfi 1 üstü n vur. Arc sinus 2-də 1 üstə gəl pi n. 2-yə böləndə mənfi 1 üstü n vur. Pi böl 12 üstə gəl pi n böl 2. N'ə 0 yazanda 15-i tapacaqsınız. N'ə 1 yazanda 75 tapacaqsınız. 17-ci suala baxırıq. Kvadratın tərəfini veribdir 5. Tərəfin B təpə nöqtəsindən BK perpendikulyar qaldırılmış. KCD üçbucağının sahəsini vermiş. BK-nın uzunluğunu tap deyir. Deməli, biz burada BS-yə də 5 yazırıq. Şagirdlər, üçperpendikulyar teoreminə əsasən CD BS-yə perpendikulyardırsa, deməli CD CK-ya da perpendikulyar olmalıdır. Bu 90 olduğu üçün burada 90 dərəcədir. Bu bizim üçün 3 perpendikulyar teoremidir. Deməli, mən bura bir Y yazsam, S3 bucaq KDC-nin sahəsi 5 vur Y bölü 2, 32 onda 5'dir. Deməli, 5Y 65, Y 13'dür. Y-ə 13 yazaq şəkildə 3 bucaq KBC-dən Pifagor teoreminə əsasən 13 kvadrat çıx 5 kvadrat 144 x 12 tapır. E variantı. Üslü funksiyanın qiymətlər çoxluğuna daxilin tam ədədlərin sayını tapın deyir. Maraqlı sualdır şagirdlər. Kök altında 2 üstündə ifadə verilibdir. İfadə kvadrat 3 hədlidir, görürsünüz. Bu ifadənin baş hədd əmsalı A-1 olduğu üçün ən böyük qiymət var. Ən böyük qiymət düsturu 4AC çıx B kvadrat böl 4A'dır. Bu eləyəcək deməli mənfi 24 mənfi 4-ə bölündü müsbət 6. Onda Y-in də ən böyük qiyməti nə almış oluruq? Ən böyük qiyməti kök altda 2 üstü 6, 64-dən də kök 8 çıxır. Amma 2 üstündə bu mənfi ifadə ki var, şagirdlər, bu sıfırdan həmişə böyükdür. Ona görə Y də sıfırdan böyük yazırıq. Deməli, verilmiş funksiyanın qiymətlər çoxluğu 0 açıq, 8 qapalı interval olacaqdır. Buradakı tam ədədlərin sayı cavab 8 dənədir. 19-cu suala baxırıq, şagirdlər. X kvadratı verilibdir. 1 çıx 2x kvadratın modulu. Biz bu ifadəni bir dəfə özünə bərabər düşünsək, buradan 3x kvadrat 1-dir deyə x-i tapacağıq müsbət mənfi 1 böl kök 3. Bir dəfə də x kvadratı əksinə bərabər eləsək, buradan x kvadrat 1-dir, x-i tapacağıq müsbət mənfi 1. Köklərinin hasilini istədiyi üçün doğru cavab 3-də 1 olacaq. 20-ci sualda törəmənin 0-a bərabər olduğu köklər cəmini istəyir. F törəmə x bərabərdir 6x kvadrat üstə gəl 18x çıx 24. 0-a bərabərdir. Köklər cəmi Viet teoreminə əsasən mənfi 18 bölü 6 mənfi 3'dür. 21-ci sualda B-yə parçasını veribdir ki 5 kök 2 çıx 5'dir. Çevrənin uzunluğunu tapın deyir. Şagirdlər, biz bura R yazsaq, OC də olacaq
Hə, R-i mən üzr istəyirəm. OC-yə yazım ki, çevrənin radiusu R-dir. Onda bura düşəcək. Məsələn, x desək, bu da x olsun. Gəlin belə danışaq. R bərabər olacaq x kök 2-yə. İndi burada OY parçasını görürsünüz. 5 kök 2 çıx 5 üstə gəl x bərabərdir x kök 2 alırıq. Deməli x kök 2 çıx x bərabərdir 5 vur kök 2 çıx 1-dir. Onda buradan x-i tapırıq ki 5-dir. X-ə 5 deyəndə radius tapılır ki 5 kök 2-dir. Radius 5 kök 2-dirsə çevrə uzunluğu 2 pi vur r-dir. Cavab 10 kök 2 pi-dir. 22-ci sualda ABC üçbucağının AD tənbölənini verib. AB 18, AC 15. BD ilə DC-nin fərqi 2-dir. Biz bura x yazsaq, bura 2 üstəgəl x olacaq. Tənbölənin xassəsinə əsasən 18 böl 15, 2 üstəgəl x böl x-dir. 3-ə ixtisar apardıq 6, 5. 6x bərabərdir 10 üstəgəl 5x, x-i buradan 10 tapırıq. Bizdən BD-ni istədiyi üçün cavab 12-dir. 23-cü sualda cəmi 782 ədəddir. Birinin 80%, məsələn x düşünsək bunu, digəri 780-x olacaq. 24%-dir. Burada yüzləri ixtisar eləyək. 80 və 24-ü də 8-ə ixtisar aparsaq 10-dan 3 qalacaq. Deməli 10x bərabərdir 2, 78-i 3-ə vursaq 21, 24 də oradan 2340 çıx 3x olacaq. Səhv etmədimsə əgər 3-ə vuranda bunu 21, bu da 4, 2-yə daha. 13x bərabər oldu 2340-a. Deməli x bərabər olur 2340 böl 13-ə. 23-ü bölsək 13-ə bir dəfə. Oradan qalacaq 10, 104-ü də böləndə 8. Deməli, biri 180-dir, digəri 600-dür. Bax, şagirdlər, siz hesablamada səhv etməmək üçün, bax, görürsünüz, mən burada bir balaca hesablama apardım. A ədədinin 80%-i, B ədədinin 24%-dir, düşünün. Burada yüzlər gedəcək. 10A bərabər 3B-dir. Deməli, A-ya 3x deyəndə B-yə 10x düşəcək. Bu şəkildə 13x 780-dir deyə bilərsiniz. 24-cü sualda loqaritmanın kvadratını verib şagirdlər. Baxın, 7 üst 2-də 1 vur. Loqaritma kök 7-dən 3 vurulsun kök 7-dən 3 vurulsun kök 3-dən 7 yazır. Loqaritmada bizim belə bir xassə var ki, tutaq ki, a üstü n b-dirsə, 1 böl n o a əsasdan b loqaritması. Kök 7, 7 üstü 2-də 1-dir. Ona görə bu 7 üstündə 2-də 1 vur, 1 böl 2-də 1. Həmçinin buradan 1 böl 2-də 1, həmçinin kök 3-dən 1 böl 2-də 1 çıxdı. Qalır nə? Loqaritma 7-dən 3, loqaritma 7-dən 3, loqaritma 3-dən 7. Bu iki loqaritma bir-birinin tərsidir, 1 eləyir. Burada ikilərin bir ixtisar gedir. Qalır 7 üstü 4 vur, loqaritma 7-dən 3. 3 və 7 bir-biri ilə yerini dəyişsə, qalacaq 3 üstü 4, 81. 25-ci sualda ND parçasını 7 verib, BD-ni 7/5 verib. AB perpendikulyardır. Paralel olduğu üçün hər birinə perpendikulyar olur. KAD, bura 60 dərəcə, deməli bura 30-dur. 30-un qarşısı 7/5 olduğu üçün bu hipotenuz 15-dir. Deməli A nəyə 8 qalır? 30 dərəcənin qarşısı M-nə düşür, 4. Cavab 4-dür. Hündürlüyü 24 olan
Yan üzünün oturacaq müstəvisi ilə əmələ gəldiyi ikiyüzlü bucağın sinusu 13-də 12 olan dörd bucaqlı piramidanın yan səthinin sahəsi. Deməli, şagirdlər, baxın, burada bir dörd bucaqlı piramida çəkək. Dördbucaqlı piramidanın hündürlüyünü də çəkirik. Yan üzün oturacaqla əmələ gəldiyi bucaq. Baxın, buradan yan üzün hündürlüyü apofemi çəkdim, hündürlük. Buradan bura çəkilən hündürlük və apofemin oturacağını birləşdirən katet kiçik yer olur. İkiyüzlü bucaq isə buradadır. İndi kosinus, yox, sinusu verir. Sinus beta h böl f 13'də 12-dirsə, h-ı 24 verdiyi üçün bunlar ixtisar olunur, apofemi 26 tapırıq. Onda daxili çevrənin radiusu Pifagor teoremi ilə 26 kvadrat çıx 24 kvadrat. Radiusu 10 tapırıq. Kvadratın tərəfinə a yazanda radius a böl 2'dir. Tərəfi tapırıq 20. Tərəf 20 olduğu üçün yan səthin sahəsində 2'də 1 oturacağın perimetri 80 vurulsun apofem. Bu ixtisar olunacaq 13, 80 vur 13 bizə verir 1040. Yan səthin sahəsi 1040 imiş. 27-ci sualda uyğunluğu müəyyənləşdirmək üçün sinus 2x kosinus 2x 2'də 1 sinus 4x'dir. Bu funksiyanın qiymətlər çoxluğu mənfi 0.5 müsbət 0.5'dir. Dövrü isə 2 pi böl 4, yəni pi böl 2'dir. İkinci funksiyada sinus kosinus kvadrat çıx sinus kvadrat. Kosinus 2 alfanın üstürüdür. Kosinus 8x'in qiymətlər çoxluğu mənfi 1,1'dir. Dövrü isə 2 pi böl 8, yəni pi böl 4'dür. Y variantı da buna aid. İndi 3 sinus x çıx 1. Bunun əsas dövrü 2 pi'dir təbii olaraq. Sinusun ən kiçik qiyməti mənfi 1 yazanda, ən kiçiyi mənfi 4, müsbət 1 yazanda 2. B variantı 1C, 2DY, 3AB doğrudur. Gəldik situasiya tipli tapşırıqlara. Məsələni oxuyaq. Cavid pul yığmaq üçün kassa aldı. Kassanın aşağı hissəsi xətti ölçüləri 20, 25 və 80 olan paralelipiped. Bu hissəsi paralelipipeddir. Yuxarı hissəsi isə oturacağı düzbucaqlı trapesiya olan prizmadır. Yəni siz bunun yan üzünə baxsanız prizmadır. Kiçik oturacağı 5, kassanın ümumi hündürlüyü 20'dir. Deməli bu trapesiyanın hündürlüyü 12'dir. O boş qalan kassaya pul atmağa başladı. Hər gün əvvəlki gündən 20 qəpik çox pul atırdı. 30 gün ərzində 123 manat pul yığıldı. Situasiya tipli tapşırıqlarda şagirdlər əsas prinsip ondan ibarətdir ki, ilk verilən məlumat sonraki məsələlərdə də istifadə olunur. Deməli 30 gün ərzində 111 manatı kağız pulla yığıb. Bax, fikir verin, məsələdə deyirdi ki, 123 manat pul yığıb. 123 manat pulun 111 manatı kağız puldadırsa, deməli qaldı 12 manat. 12 manatı da qəpiyə çevirsək, 1200 qəpik pul eləyəcək. Cəmi 72 dənə dəmir pul varsa, mən indi XY cəmində 72 yazıram. 20 qəpikliklər 20 vur X pul eləyəcək. 10 qəpikliklər 10 vur Y. Bərabərdir 1200 edəcək. Mən X-i tapmaq üçün birincini mənfi 10'a vururam. Mənfi 10X çıx 10Y mənfi 720. Tərəf-tərəfə topladıqda 10x bərabərdir 480, deməli X-i tapırıq ki 48'dir. 29-cu sualda 10-cu gün kassaya nə qədər pul atıb deyir. Şagirdlər əvvəldə yazıbdı ki, bax fikir verin. Boş qalan kassaya pul atıb, hər gün 20 qəpik çox pul atıb, 30 gün ərzində 123 manat pul atıb. Deməli, burada D-nin, tutaq ki, qəpiklə baxsaq, 20 qəpikdir, 20 qəpikdir. 30 gün pul atıb deyə S30 cəmi
S30 cəmi məlumdur ki 123 manat. İndi buradan 123 manatdır. Bizdən tələb edir nə qədər pul atıb 10-cu gün. Bizdə D məlum, N də məlumdur 30'dur. S30 üçün 2A1 üstə gəl 29D bölü 2 vur 30 yaza bilər. Şagirdlər, burada bu manatdır deyə mən bunu qəpiklə yazmaq üçün 2 sıfır əlavə elədim. Ona görə bu sıfırın birini buradan silirəm. D'ni də 20 veribdir. Onda yazacağım 2 vur A1 üstə gəl 29 vur 10 böl 2 vur 3 bərabərdir 1230'a. 2'lər ixtisar olunur. 3 ilə 123 ixtisar olunsa 410. A1 üstə gəl 290, 410 elədi. Deməli, birinci həddi 120 qəpik tapdıq. Yəni 1 manat 20 qəpik. İndi 10-cu gün istəyirdisə A10 bərabərdir. A1 üstə gəl 9 vur D. Bu da 180 üstə gəl 120. A10'u tapırıq ki 300 qəpik və ya 3 manat imiş. Kassanın həcmini tapın deyir. Kassanın həcmi üçün şagirdlər, bax fikir verin. Bura 20, 20'dir. Bura 25'dir. Burada həcm üçün aşağıdakı prizmanın əslində belə düşünə bilərik ki, baxın, bu prizmanın həcmi 20 vur 8 vur 25 üstə gəl düzbucaqlı trapesiya, oturacağı düzbucaqlı trapesiya olan prizma. Fikir verin. Burada 5 santimetr kiçik oturacağıdır. Baxın, buranı 5 verir. Böyük oturacaq 25'dir deyə. Bunun oturacağının sahəsi, bax, S trapesiya. 5 üstə gəl 25 bölü 2 vur hündürlükdür. 30 vur 6, 180. Deməli, trapesiya yerləşən həcm olacaq 180 vurulsun 20. Yəni 3600 santimetr kubu. Buradan da bu bizə nə verir? 204.000. Deməli 7600 santimetr kubu həcm tapdıq. Bir daha baxaq, hesablama səhv etmiş olmayaq. Aşağı prizmanın həcmi düzbucaqlı paralelipipeddir. 20 vur 8 vur 25. 200 vur 20 4000 elədi bura. Bir də oturacağı trapesiya kimi düşündüm şagirdlər. Hündürlük bura baxdım. Baxın bu hissəyə. Bu trapesiya oturacağı 5 və 25'dir. Hündürlüyü 12 trapesiyanın. Buradan məsələnin həlli oldu. Trapesiyanın sahəsi 180. Həcmi üçün də həmin 180-i 20'yə vurdu. Deməli, doğru cavab ümumi həcm 7600 santimetr kubu imiş. Növbəti qəbul imtahanlarında, sınav imtahanlarının izahlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram. Məsuliyyətlə çalışmağa davam edin. Hamınıza uğurlar olsun şagirdlər.